Sülh danışıqları prosesini sürətləndirmək üçün bir sıra qeyri-adi variantlar müzakirə olunur və bu variantlardan biri Ukrayna nümayəndə heyətinin Moskvaya gedib Putinlə danışıqlar aparmasıdır. Bu barədə Times of Ukraine məlumat yayıb. Məlumatda qeyd edilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Uitkov və Donald Trumpın kürəkəni Jared Kushner Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verə bilərlər. Bunun səbəbi odur ki, hazırda Rusiyanın danışıqlar qrupu əvvəlki ilə müqayisədə daha konstruktiv olsa da, hələ də Rusiyada heç bir təsiri və müvafiq qərarlar qəbul etmək səlahiyyətləri yoxdur. Bu səbəbdən danışıqlar faktiki olaraq yerində sayır. Qeyd edilib ki, sonuncu danışıqlarda Birləşmiş Ərəb Əmirlikləri və ya ABŞ-a dəfələrlə getməyin mənası yoxdur. Görüşlər qərar veriləcək yerdə keçirilməlidir. Uitkov və Kushner təhlükəsizlik zəmanətçiləri rolunu oynamağı təklif edirlər. Təklif olunan variant sırasında Amerikalı vasitəçilərin təyyarəsinin Varşavadan Ukrayna nümayəndə heyətini götürərək Moskvaya birbaşa Putinlə danışıqlar aparması da yer alıb. Lakin bu zaman 2023-cü ildə Rusiya tərəfindən saxta ittihamlarla qiyabi həbs edilən Kiril Budanovun bu prosesdə iştirakı sual altında qalacaq.